Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Saygıdeğer dinleyiciler, hürmetli ülkedaşlar, salamlar. Bura Araz News radyosu ve bu da Güney Azerbaycan'ın nəbzini tutan gündem verilişidir. Bugün 3 Mayıs Türk dünyasının oyanma ve direniş günü. 1944. ilden bu yana bu tarih bizim kimlik mübarizemizin simgesi olarak tarihe həkk olunub. Ankara küçelerinden Güney Azerbaycan'ın uca dağlarına kadar bu ses hele de bizi öz kökümüze çağırır. Bu bölümde 3 Mayıs'ın tarihi köklerinden danışacağız. Adsızların direnişinden tutmuş İran'daki Fars merkezli siyasetlerin Türk dili ve kimliğine vurduğu yaralara kadar. Bu bağlamda diyeceğiz ki Güney Azerbaycan'da Türkçülük nece bir insan hakları istəyimi boya başa çatdı. Neden bizi bölücülükle suçlayanlar əslində özleri faşizm ocağını kızıştırırlar? Bizden ayrılmayın. Bugün gündemimizde biz ve kimliğimiz var. Türkiye siyaset ve medeniyetinde Türkçülük günü kimi tanınan 3 Mayıs, Türk milliyetçi düşünce tarihinin en önemli ve simgesel günlerinden biridir. Bugün sadece təqvimdə bir tarih değil, belki 20. əsrin Türkiye fezasında siyaset, kimlik, dil ve tarihin qovuşduğu derin bir mənanı daşıyır. 3 Mayıs'ın önemi ondadır ki, təkcə bir siyasi olayı hatırlatmır. Belki zaman kestikçe özüne qayıtma ve Türklük məfhumu üzerinde yeniden düşünmenin simgesine çevrilib. Bugünü düzgün anlamak için onun yaranma tarihine, Türkçülüğün fikri gedişatına ve Türkiye haricindeki Türk toplumlarının özellikle İran Türklerinin bugünkü vəziyyətinə baxmaq lazımdır. Üç Mayıs'ın kökleri 1940'cı illerin Türkiye'sine qayıdır. O dönem ki dünya 2. Dünya Savaşı'nın içindeydi ve birçok ölkə kimi Türkiye'de ideolojik çəkişmələrin təsirindeydi. O zamanlar milliyetçi zəryanlarla solçu zəryanlar arasında kəskin savaş var idi. Bu gərginliyin en önemli noktalarından biri tanınmış milliyetçi yazıcı Hüseyin Nihal Adsız ile solçu yazıcı Sabahattin Ərli arasındaki məhkəmə oldu ve Ankara'da büyük etiraz təzahüratlarına sebep oldu. 3 Mayıs 1944'teki bu mitingler dövlət gücləri ilə qarşı durmaya çevrildi ve sonrasında milliyetçi fəallara qarşı böyük bir tutuklama dalgası başlandı. Bu olaylar Türkçülerin yaddaşında bir direniş ve ideolojik dayanış günü kimi qaldı. Adsız öz yazılarında komünizmə ve sol cəryanlarına şiddetle qarşı çıxan bir nəzəriyyəçi idi. Əksinə Sabahattin Əli ise sosial ədalət ve qudretin tənqidi üzrə yazan bir solçuydu. Bu iki yazısının ixtilafı o zaman açıldı ki Adsız bir məqaləsində Sabahattin Əli kimi ziyalıları komünistlərə yaxın olmaqla suçladı. Əli də ondan şikayət etdi və iş məhkəməyə çəkildi. 3 Mayıs 1944'te məhkəmə başlananda Adsızın tərəfdarları eşikdə miting qurdular ve sonunda iş itiraza ve ardından tutuklamalara çəkildi. Bir yıl sonra 1945'te bu pərvəndədən dolayı zindanda olan bir grup məhbus yığışıb o günün il dönümünü qeyd etdilər. Bu 3 Mayıs'ın ilk qeyri-rəsmi törəni sayılır. O zamandan beri 3 Mayıs tədricən ziyalılar ve siyasi gruplar arasında Türkçülük amallarını hatırlatmak için bir gün kimi sabitləşdi. Bu günün yerini anlamak için gerek Türkçülük məfhumuna da baxaq. Türkçülük bir fikir axımı kimi Osmanlı dövrünün sonlarından başlandı. O zamanki imperatorluq siyasi ve kimlik böhranları ile üz-üzə idi. Yeni kimlik aktaran düşünce adamları tədricən ortaq dil, ortaq tarix ve Türk xalqları arasındaki mədəni bağlara üz gətirdilər. Bu fikirlər sonradan Türkiye Cumhuriyetinde de öz təsirini gösterdi. Bu çərçivədə 3 Mayısı Türkçülüğün nəzəri səthdən əməli səthinə keçmə simgəsi saymaq olar.
Bu gün fikirlerin xalq içine çıxıb siyasi bir eyləmə çevrildiği gündür. Ona göre de bir çox tərəfdar üçün 3 Mayıs sadəcə tarixi bir xatirə yox, bəlkə bir kimlik əhdi peymanı sayılır. Türkiye ile yanaşı bugün başka Türk toplumlarında, özellikle Güney Azerbaycan'da da dikkat çəkir. İran Türkleri ülkenin en büyük medeni ve dil gruplarından biri olarak tarih boyu İran coğrafyasında önemli rol oynayıblar. Ama son 100 ildə İranda Fars mehverli hakimiyetin qurulması ilə Türklər əməldə bir namətlub unsur kimi görünüblər və paniranist düşüncənin tarixi düşməni sanılıblar. 20. yüzyılın əvvəlindən bəri İranda dövlət millət qurmaq projesi hər şeyi birləşdirmək və tək tipləşdirmək üzrə aparıldı. Bu yolda Fars dili milli kimliyin əsas sütunu kimi tanındı. Bu siyaset birlik yaratmak adı ile keçirildi, ama sonuçta Azerbaycan Türkçesi kimi başka dillerin ve medeniyetlerin haşiyeye sürülmesine sebep oldu. Güney Azerbaycan'da Türkçe təkcə bir danışıq vəsiləsi deyil, bəlkə milyonlarla insanın tarixi, ədəbiyyatı və köküdür. Ama bu dil resmi təhsil sistemində yer almadı və nəsillər boyu insanlar yazıb oxumağı təkcə Farsça öyrəndilər. Bu da ana dilinin resmi fəzadan uzaqlaşıb təkcə evlərdə qalmasına və gündən günə geriləməsinə səbəb oldu. Bu məsələ təkcə dil məsələsi deyil, bəlkə mədəni kimlik və aidiyyət hissinə də bağlıdır. Bir dil təhsildə və mediada görülmədiyində bu soru yaranır ki, bizim milli tarixdə yerimiz hardadır? Son 10 illiklərdə sosial şəbəkələrin genişlənməsiyle bu səslər daha uca eşidilir. Güney Azerbaycanın mədəni fəalları dönələrlə ana dilində təhsil və mədəni haqlarını istədilər. Amma çox vaxt bu istəklər bölücülük damğası ilə üzləşdi və fəallar zindanlara göndərildi. Belə bir fəzada İrandakı bir çox türk fəalı üçün 3 Mayıs bir kimlik oyanması simgesinə çevrilib. Onlar bu günü öz dil və mədəniyyətlərinə sahib çıxmaq üçün bir fürsət bilirlər. Əlbəttə bunu da demək lazımdır ki, bir ölkənin tarixi simgesini başqa bir ölkəyə gətirəndə onun gərək öz siyasi və ictimai şəraitinə görə yenidən məna olunsun. 1940-cı illərin Türkiyəsi ilə bugünkü İranın vəziyyəti fərqlidir və bunu sadələşdirmək düzgün olmaz. Güney Azerbaycan'da Türkçülük tədricən sosial siyasi bir dilə çevrilib. Bu düşüncədə dil, mədəniyyət və tarixlə yanaşı ədalətli pay bölgüsü və siyasi qərarlarda iştirak etmək istəyi də vardır. Bu çərçivədə işlədilən simgələrin o cümlədən Azərbaycan bayrağındakı göy rənginin də özəl mənası var. Bu rəng Türk dünyası ilə bağları və kimlik devamlılığını göstərir. Bu istəklər əslində insan haqları çərçivəsindədir və ona görə də onu sadəcə ifratçılıq ya faşizm adlandırmaq olmaz. Əslində Türkçülük ilə faşizm arasında köklü bir fərq var. Faşizm özündən başqasını yox etmək və gücü bir mərkəzdə tutmaq istəyir. Halbuki Güney Azerbaycan'dakı Türkçülük millətlərin kimliyinin tanınması və Fars faşizmi ilə mübarizə üzrə qurulub. Bu yol başqasını çölə atmaq yox, bərabər bir quruluşda öz yerini tapmaq yoludur. Sonunda demək olar ki, 3 Mayıs çox qatlı bir simgədir. Bugün kimlik və mədəniyyət haqqında düşünmək üçün bir fürsətdir. Bir şərtlə ki, danışıq və bilim çərçivəsində olsun. İran kimi ölkələrdəki türk toplumlar üçün bugün sosial gərginlik yaratmadan öz kökünə qayıtmaq və mədəni çalışmaları gücləndirmək üçün bir bəhanə ola bilər. 3 Mayıs sadəcə tarixi bir gün yox, zamanla yeni mənalar qazanan sosial bir olaydır. Bu günə təqabül gözü ilə yox, anlaşma və bircə yaşayış gözü ilə baxmaq çox millətli cəmiyyətlərdə çeşitliliyi anlamağa yardım edər. Əziz dinləyicilər, gündəm verilişinin bu bölümünün sonuna gəldik. Gördüyümüz kimi 3 Mayıs sadəcə bir tarix deyil, bir millətin varam dediyi gündür.
Bizim haqq istəklərimiz, ana dili tələbimiz və kimlik mübarizəmiz heç bir zaman faşizm və köhnə düşüncələrlə ləkələnə bilməz. Biz öz torpağımızda bərabərlik və ədalət istəyirik. Yadınızda saxlayın, bir millət öz tarixi və dili ilə yaşayar. Bizim səsimiz Arazın şaqqıldayan səsinə qoşulub Azərbaycanın hər bucağına çatacaq. Gözünüz, qulağınız və ürəyiniz Araz News'da olsun. Əsən qalın.